Qarabağ, sevdalı güldür Qarabağ. Vətəndir, eldir Qarabağ, sevdalı güldür Qarabağ. Ağır günler bizi gözler, artan bir seldir Qarabağ. Ağır günler bizi gözler, artan bir seldir Qarabağ. Kopsun tufan, kopsun tufan, kopsun tufan müharibə. Həyat kimin üçün qəribə, kimin əmənasız artıq. Hərbədir yolumuz hərbə, kimin əmənasız artıq. Hərbədir yolumuz hərbə. Qarabağ, Qarabağ, can Qarabağ. Qarabağ, 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 bizim Qarabağ. ildə xalça toxunan bir tarixdə yumurtanın bir ədədi 25 qəpik və çörəyin bir girvənkəsi isə 20 qəpik kimi qiymətləndirilir. Girvənkə isə 400 qram kimi bəzi göstərilir. Və burada yaşasın hürriyyət, ədalət, müsavat və burada tarixi 1920-ni göstərilir. Burada isə xanların istirahət vaxtıdır. Teymurxan, Aşaq Qeydoğlu, Teymurxan şəhəri Teymurxan. Ehtimal görür ki, yeməkdən sonra bunlar qədən çəkirlər. İstirahət vaxtını göstərir. Bu da 1915-ci il. Bu Lətkəmur. Lətkəmur Şuşalıdır. 1906-cı ildə Şuşada anadan özü xalçası rəssam olub və dünyada ilk dəfə ixtisaslaşmış xalça muzeyinin yaradılması təşəbbüsünü Lətkəmur verir və 1967-ci ildə dünyada ilk dəfə ixtisaslaşmış xalça muzeyi Azərbaycanda İçəri şəhərdə Cümlə nəslində yaradılıb. Təbii ki, burada Ulu Öndər Heydər Əliyev və Həsən Həsənovun köməkliyi ilə yaradılmışdır. Lətkəmur məxsusdur. Yəni, eskizlər bir-bir iki xalçası rəsmən eskizlərimizin bir xalçası biriləri və onlar o eskizlərin əsasında xalçanı torxuyub ərsə gətirə bilirlər. Bu eskiz xeyir və şər adlanır, saxsı da güllər və əfşan. Və eyni zamanda bu portret əsas Lətkəmurun eskizi əsasında toxunmuş bir portret Molla Pənah Vaqifin portret xalçasıdır. 1767 onu göstərir ki, Molla Pənah Vaqifin 250 illik yubileyinə həsr olunmuş bir xalçadır və eyni zamanda 1967-ci ildə Azərbaycanda ilk xalça muzeyinin yaradılması göstərilir. Sonra bu namazlıq adlanır. Yəni, ölçü böyük olsa da biz görürük ki, orada sərli etmək üçün yerlər, hansı ki, təmizli yerlər kimi göstərilir. Bu bağçada güllər dəst halıya gedir. Bir əsas 2 və yaxud 4 kilometrdən ibarət olur. Uzunluğu 4-7 metrdən çıxarılır və eyni zamanda divardan açmaq və yerə sərmək üçün böyük məkanlarda, evlərdə istifadə olunur. Yemək üzərində biz görürük, adədəki elementlərini görə bilərik. Burada bu xalça Şuşanın Malbəyi kəndinin ağrıcəklərinin toxuduğu xalçadır. Və burada hansı görülür ki, gördür, bulud elementləridir, hansı ki, nə qədər yağış qoyularsa, o qədər ot, göyələr və heyvanlar otdan yiyər, ət verər, ün verər, bol-bol bərəkət olar, anlamına gəlir. Sonra bu satıldır. Maye şəklində olan qatıqdır, südüdür, kələ yağı da saxlamaq üçün istifadə olunurdu.
Bu meyvə qabıdır. Bu isə hamam sandığıdır.